Ramazan ayı İslam aləmində ən müqəddəs və fəzilətli aylardan biridir. Ramazan ayı mənəvi paklanma, səbir, mərhəmət və ibadət ayı kimi qəbul olunur. Bu müqəddəs ay insanın həm ruhunu, həm də qəlbini saflaşdıran, birlik və həmrəylik duyğularını gücləndirən bir ibadət məktəbidir. Maraqlıdır, bu ayda müsəlmanların əməl etməli olduqları əsas qaydalar hansılardır? İlahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samit Quliyev qeyd edib ki, Ramazan ayında ilk diqqət etdiyimiz əməl niyyətdir. Çünki oruc niyyəti məhz Allah rızası üçün olmalıdır. Namazlarımızı vaxtında və ixlasla qılmalı, imkan varsa məsciddə cəmaatla birlikdə qılmağa çalışmalıyıq. Bu ayın hər dəqiqəsi, hər günü, hər gecəsi rəhmət, hər anı bərəkətdir. Qeyd edim ki, bu il müqəddəs Qədr gecələri Azərbaycanda 8, 10, 12, 16 mart tarixlərində qeyd olunacaq və Qədr gecəsi Quran-ı Kərimin nazil olduğu gecədir. Ona görə də bu ayda, yəni Ramazanda Quranla əlaqəmizi gücləndirməliyik. Hər gün müəyyən qədər Quran oxumaq, onun mənasını anlamağa çalışmalıyıq. Həmçinin Peyğəmbər əleyhissalam buyurur ki, kim yalan danışmağı və pis əməli tərk etməzsə, onun yemək-içməyi tərk etməsinə ehtiyacı yoxdur. Ramazan ayında qeybətdən, böhtandan, əsəbi davranışdan, kobud rəftardan uzaq olmalıyıq. Çünki bu cür əməllər orucun savablarını azalda bilər. Kasıblara, ehtiyac sahiblərinə bu ayda dəstək olmalıdır. Təəssüf ki, bəzən Ramazan süfrələri israf meydanına çevrilir. Halbuki oruc bizə azlığın nə olduğunu hiss etdirmək üçündür. Biz də bu baxımdan süfrələrimizi sadə saxlamalı, ehtiyacdan artıq xərclərdən çəkinməliyik. İnşallah Allah-u Teala bizləri bu ayın rəhmətindən, məğfirətindən və bərəkətindən faydalanan bəndələrindən etsin. Ramazan ayında mənəvi ibadətlə yanaşı sağlam və düzgün qidalanma da böyük əhəmiyyət daşıyır. Diqqət edəcəyimiz əsas məqamlar iftarda da, sahurda da balanslı və doğru qidaları seçməkdir. Xüsusilə sahurda qidalanan zaman yaxşı olar ki, gün ərzində insanları daha çox uzun müddət tox tuta biləcək qidalardan istifadə etsinlər. Orucu açarkən, daha doğrusu sahuru tutarkən heyvan mənşəli qidalardan yumurta, süd və süd məhsullarından pendir, xüsusilə az duzlu və yaxud da duzlu pendirdən istifadə olunması tövsiyə olunur ki, bu da onların susuzluqdan əziyyət çəkməməsi üçün ən önəmli məsələlərdən biridir. Məhsət Hüseynov da bildirib ki, oruç tutan zaman tam buğda unundan hazırlanmış çörək, yulaf və digər paxlalı qidalardan istifadə edilməlidir. İftarda isə açarkən yaxşı olar ki, birinci növbədə su ilə açdıqdan sonra bir müddət ara verib, daha sonra meyvə şirəsi və yaxud da hər hansı bir yüngül, tez həzm olan şorbalardan istifadə edə bilərlər ki, bu da onlarda uzun müddət ac qalmış orqanizmdə mədə şirəsinin doğru şəkildə ifraz olunmasına və həzm prosesinin ağırlaşmamasına gətirib çıxardacaq. Eyni zamanda da qida qəbul edərkən daha tez həzm olunan, çox qızardılmamış, çox yağlı olmayan, aşağı kalorili və bir növ isti yeməkdən qəbul etsələr daha faydalı olar. Qeyd edək ki, Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Ramazan bayramı isə martın 20-sində olacaq. Ramazan yalnız aclıq və susuzluq deyil, həm də nəfsin tərbiyəsi, pis əməllərdən uzaq durmaq və gözəl əxlaqı möhkəmləndirmək fürsətidir. Allah Taala bütün oruç tutanların orucunu və dualarını qəbul etsin. Leyla Səməndər, Yeni Azərbaycan TV.